Danışılacaq çox mövzu var. Hardan başlayacağımı, necə başlayacağımı bilmirəm. MMA həvəskarları olaraq möhtəşəm hadisələr bizi gözləyir. İyul aylarında baş tutacaq MMA hadisələri haqqında biraz məlumat vermək istəyirəm. İyun ayının 13-də Raf güləş təşkilatında gecənin əsas qarşılaşmasında Xamzat Chimaev Dillon Danislə güləşəcək. Gecənin daha bir qarşılaşması Arman Sarukyan və Tony Ferguson qarşılaşmasıdır. Düzü bu qarşılaşma niyə baş tutacaq, heç bir fikrim yoxdur. Ancaq bu kartda bütün Azərbaycanı həyəcanlandıracaq bir qarşılaşma var. Hacı Əliyev uzun aradan sonra yenidən döşəyə çıxacaq. Daha sonra iyun ayının 15-də tarixi Ağev kartı gerçəkləşəcək. Bu elə bir kartdır ki, yəqin ki bunun sonrası olmayacaq. Sadəcə bir dəfəyə məxsus bir kartdır. İyun ayının 27-sində UFC yenidən ikinci dəfə Bakıda olacaq və Azərbaycanlı 3 döyüşçü kartda çıxış edəcək. UFC demək olar ki, rəqabətin artdığı bu vaxtda ən güclü silahını yenidən ortaya qoydu. Conor McGregor iyul ayının 12-sində UFC 329 kartı ilə bərabər geri dönəcək. Rəqibi 70 kiloda aktiv döyüşən Max Holloway idi. Döyüş inanıram ki, bütün MMA həvəskarları üçün olduqca həyəcan vericidir. Həm bu qarşılaşma revanş döyüşüdür, yəni Max Holloway üçün hardasa bir qisas alma, intiqam alma fürsəti yaranır. Döyüşün 70 kiloda yox, 77 kiloda baş tutacaq olması isə ayrıca maraq yaradan səbəblərdəndir. Conor daha əvvəl 77 kiloda çıxış edib və artıq bir neçə ildir ki, yuxarı çəkidədir. Bu səbəbdən bu çəki onun üçün daha uyğundur, ancaq Max Holloway üçün eynisini deyə bilməyəcəm. İlk dəfə özünü 77 kiloda sınayacaq. Özünü necə hiss eləyəcək, fiziki olaraq tab gətirə biləcəkmi sualları da yaranır. Conor McGregor üçün bu qayıdışın nəyisə dəyişə bilməyəcəyi düşünülsə də mən bu cür düşünmürəm. Doğrudur, Conor artıq 5 ildir ki, qəfəsdən uzaqdır. Ancaq bu bir reallıqdır ki, bu qayıdışı doğrudan çox istəyir, hətta artıq zalda qaldığını və bütün gücü ilə, 100% ilə bu döyüşə hazırlandığını da qeyd edir. İzləyici kütləsinin artıq onu əvvəlki həvəslə izləmək istəmədiyi haqqında isə onu demək istəyirəm ki, döyüşə yaxınlaşdığımız vaxtlarda məncə bunun belə olmadığını McGregor bizə göstərəcək. Yaratdığı aura, konferanslarda etdiyi çıxışlar və Max Holloway ilə etdiyi trash talklarla düşünürəm ki, döyüşü daha maraqlı hala gətirəcək. Dediyim kimi çox mövzu var, amma təbii ki, bütün bu mövzuların hər birini bir videoya sığışdırmaq yəqin ki, mümkün olmayacaq. Bugünkü videoda isə 13 iyun Raf güləş təşkilatındakı maraqlı qarşılaşmalar haqqında danışacağıq. Xamzat Chimaev Dillon Danis qarşılaşması, Arman Sarukyan Ferguson qarşılaşması və təbii ki, ən xüsusi olan qarşılaşma Hacı Əliyev Sebastian Rivera qarşılaşması haqqında danışacağıq. Və iyun ayının 15-də baş tutacaq tarixi Ağev kartı haqqında da biraz danışacağıq. Video keçməzdən əvvəl isə bunu demək istəyirəm ki, 10.000 abunə hədəfimiz var. Əgər kanal fəaliyyətini bəyənirsinizsə, videoları like edib kanala abunə olaraq bizə dəstək ola bilərsiniz. Bildiyimiz kimi Xamzat Chimaev son döyüşündə Strickland'ə məğlub oldu. Qalmaqallı bir çox mövzu var. Xamzat Chimaevin döyüşdən sonra atdığı tweetlər də bir qədər marağa səbəb olub. Bu son günlərdə baş verənlərdən sonra izləyici kütləsi Chimaevin tam olaraq nə etməyə çalışdığını anlaya bilmir. Press konferanslarda başını qoparacağım və sair deyirdi. Biz heç vaxt əl sıxışmayacağıq, düşmən olaraq qalacağıq deyirdi, ancaq qəfəsin içində hələ döyüş başlamamışdan əvvəl artıq əlcəklərini toqquşdurdular. Döyüş ərzində bir-birlərinə gülürdülər, qucaqlaşırdılar. Hətta döyüşdən sonra Strickland'in kəmərini Chimaev onun belinə taxdı. Hər şeyin şou olduğunu, döyüşün daha çox satılması üçün olduğunu dedikdə isə bu heç bir şəkildə bir mənalı qarşılanmadı. Chimaevin bütün bunları daha çox pul qazansın deyə etmiş olması bu günə qədər yaratdığı bütün auranı yerlə bir etdi. Hətta bu səbəbdən yəqin ki, olduqca böyük kütlə itirdi. Döyüşdən sonra atdığı tweetlərdə isə Strickland'ə revanşla bağlı atmacalar atır və bu səfər ikimizdən biri öləcək kimi şeylər deyir. Ancaq deməliyəm ki, şəxsən bütün bunlar artıq mənim diqqətimi çəkmir. Rafda debutunu Dillon Danisə qarşı edəcək. Düzü Xamzatı sırf güləşərkən izləmək maraqlı olacaq. Dillon Danis də atmacalar ataraq qalmaqal yaradacaq. Qarşılaşmanı daha da emosional edəcək deyə düşünürəm. Təbii ki, bu da daha çox kütlənin marağını cəlb etməkdə köməklik göstərəcək. Qarşılaşma necə nəticələnər deyə düşünsək, Xamzatın son performansından sonra onun haqqında nəyisə dəqiq demək artıq çətindir. Ancaq mən yenə də Dillon Danisin bir şansı olduğunu düşünmürəm. Kartın digər bir maraqlı qarşılaşması Arman Sarukyan və Tony Ferguson qarşılaşmasıdır. Videonun əvvəlində də dediyim kimi bu qarşılaşma niyə var, niyə baş tutacaq heç bir fikrim yoxdur.
Ağlıma gələn ən məntiqli səbəb isə budur ki, yəqin ki, Fergusonun pulu bitib. İndi isə əsas mövzu haqqında danışmaq istəyirəm. Eyni kartda Azərbaycanın güləş əfsanəsi Hacı Əliyev də uzun aradan sonra yenidən güləş döşəyinə çıxacaq. Rəqibi isə dünya və Olimpiya mükafatçısı Sebastian Riveradır. Məncə gecənin ən yaxşı, ən baxımlı qarşılaşması da məhz bu olacaq. Bu adamlar güləşin nə olduğunu fikrimcə hər kəsə göstərəcəklər. Hər nə qədər Arman və Xamzad kimi adların güləş bazarlıqlarının yüksək səviyyədə olduğunu desək də, fikrimcə Hacı Əliyev kimi, onun rəqibi kimi adlarla ümumiyyətlə müqayisə olunmamalıdırlar. Bu idmana illərini veriblər, dəfələrlə Avropa, dünya, hətta Olimpiya iştirakçısı və mükafatçısı olublar. Bu səbəbdən də biz səviyyə fərqini asanlıqla görə biləcəyik deyə düşünürəm. Yeri gəlmişkən fürsətdən istifadə edərək Hacı Əliyevə uğurlar arzu edirik və zədəsiz asan qələbə qazanmasını diləyirik. İndi isə UFC haqqında danışaq. Deməli, iyun ayının 15-də tarixi Ağ Ev kartı gerçəkləşəcək. Çox xüsusi bir kartdır. Dediyimiz kimi bu kartın yəqin ki, sonrası olmayacaq. Sadəcə bir dəfəyə məxsus bir şeydir. Əslində hər halda burada siyasi məsələlər də rol oynayır, ancaq mən məsələnin siyasi tərəfləri haqqında danışmayacağam. Kartda 7 qarşılaşma var. Qarşılaşmaların hər birinin maraqlı olacağını düşünürəm, ancaq gecənin əsas döyüşündə İlya Topuria və Justin Gaethje qarşılaşacaqlar. Yan ana kartda isə Cyril Gane, Alex Pereira qarşılaşması var. Hər nə qədər Justin Gaethje'nin Topuria qarşısında heç bir şansı olmadığı düşünülsə də, mən bu cür düşünmürəm. Paddy Pimblett döyüşündə də Gaethje'nin bir şey də bilməyəcəyini düşünürdük, ancaq Justin'in performansı tam fərqli idi və Paddy'ni belə demək doğrudursa, əməlli başlı darmadağın elədi. Mən çox maraqlı, qanlı bir döyüş izləyəcəyimizi düşünürəm. Ancaq döyüşün nəticəsi haqqında danışası olsam, sırf texniki tərəfdən analiz etdikdə Topuria'nın qalib olacağını düşünürəm. Cyril Gane və Alex Pereira qarşılaşmasında isə nəticəni təxmin etmək demək olar ki, mümkün deyil. Qalib olma şansı düşünürəm ki, hər iki tərəf üçün 50%-dir. Təbii ki, növbəti videolarda döyüşlərin tam ətraflı analizini, təxminini edəcəyik. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirik. Videonu bəyənib kanala abunə olmağınızı xatırladaraq videonu sonlandırıram.